Zəfərimizi qazanan, bizə qələbə hissi yaşadan rəşadətli ordumuz. Zəfərimizin carçısı, qalib ordumuzun rəhbəri, Müzəffər Ali Başkomandan. Zəfər yerimiz Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa, Ağdam, Laçın, Kəlbəcər. Zəfərimizi şərtləndirən xalqımız, zəfərimizin simvolu dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül. Zəfərimizin tarixi yaddaşlarda qızıl hərflərlə həkk olunan 8 noyabr. Salam xalq TV izləyiciləri. Bu günləri 8 noyabr 2025-ci il Zəfər günümüzdür. Yəni burada tədbirdə şəhid ailələrimiz iştirak edir, qazilərimiz. Mən indi yaxınlaşacağım şəhid ailəsinə, şəhid anasına daha doğrusu onunla salamlaşıb öz təəssüratları haqqında öyrənəcəm. İcazə verirsiniz, mən salam. Bu günləri ən sevindirici gündür ki, şəhidlərimizin qoyduğu bizi üçün, üçün Azərbaycan xalqımız şad firavan yaşayır. Elə bir iz qoyublar ki, qəhrəmanlıq simvoludur. Mən istəyərdim bir valideyn kimi, bir qəhrəman anası kimi özünüzü təqdim edib, təəssüratlarınızı bizimlə bölüşərdiniz. Birinci böyüklərə. Salam, axşamınız xeyir. Çox sağ olun bizə söz verdiyiniz üçün. Mən şəhid Əsədov Səbuya Azəroğlu'nun anasıyam. Səbuya mənim tək oğul övladım idi. 3 bacının bir qardaşı idi. Bizim şəhid balalarımız bu günü, bu zəfər günü bizə yaşatdıqlarını üçün Allah onların ruhunu şad eləsin, yerlərini cənnət eləsin. Bizim 30 illik həsrətimizə son qoydu. Mənim şəhid balam da çox vətənpərvər. Yəni o tək mənim yox, bütün Azərbaycanın övladıdır. Çox vətənpərvər oğullar idi. Onlar vətənpərvər oğuludur ki, gözlərini qırpmadan, öz canlarından keçdilər. Onlar bilirdi ki, onların bu yol ölümə gedir. Ancaq onunla belə öz canlarından keçdilər vətənlərin uğrunda, torpaqların azad olması uğrunda. Mən özüm əslən Cəbrayılıyam. Səbuya düzdür, Cəbrayılı görməsə də, amma vətən həsrəti ilə yaşayırdı. Həmişə istəyirdi ki, onu görsün, o Cəbrayılı görsün. Orada da elə ağır döyüşdən çıxanda komandirinə deyib ki, komandir Cəbrayılı az qalıb. Deyir, Səbuya neyirsən? Deyir, elə istəyirəm ki, o torpağı görəm. Həqiqətən istəyirdi o torpağı görsün. Mən bir dənə onunla belə təsəlli alıram ki, oktyabrın 4-ü Cəbrayıl alınıbdır. Səbuya da o Cəbrayılın alınmasını bilib ki, ata-baba torpağı azaddır. O bir ondan biraz özümə təskinlik tapıram. Orada dostların Cəbrayılı dəvət edib, deyib inşallah orada görüşərik. Düzdür, onun indi özü də olmasa da, amma düzdür, ruhu oradadır. Mən bilirəm, həmişə gedəndə ruhu da bizlə gedir, o torpağı bizdən qabaq bəlkə də onların ruhları gedib görübdür. Yenə də fəxridir, bizim üçün çox fəxridir. Fəxr edirik ki, bizim 30 illik torpağımız işğaldan azad oldu. O elə balaların sayəsində, elə şəhid igid balalarımızın sayəsində. Mən də yenə öz şəhid balam, Səbuya balamla, bütün şəhidlərlə fəxr edirəm. Tək Səbuya yox, bütün şəhidlərin anasıyam. Çox sağ olsun Zümrüt xanım da bugünkü bizi bu tədbirə dəvət etdiyi üçün. Allah canını sağ eləsin, ruhsun bol eləsin. Kim şəhidlər üçün nə edirsə Allah min əvəzin versin. Siz də çox sağ olun. Çox sağ olun, amma əlbəttə ki, bizim Azərbaycan xalqımız həmin o şəhidlər ki var, ölməz insanlardır. Daimi yaşayacaq Azərbaycan xalqının qəlbində. Biz də onların ruhu ilə fəxr edirik ki, sizi kimi analar, o cür oğullar yetişdirib ki, bax bu dəqiqə bizim bu elə bax gördüyünüz bu tədbirdə hamı sevincin bölüşməyə gəlib ki, bəli, zəfər qazanmışıq, qalib olmuşuq. Mən sizə uzun ömür, can sağlığı arzulayıram. Heç həyatda neynim, necə eləyim deməyəsən. O şəhidin qüruru sizi daimi ucalara aparsın. O biri balaların, nəvələrin var, hamısını xoşbəxt eləsin inşallah. İndi bu biri şəhid anamıza bir iki dənə sual verək. Özü haqqında, öz təəssüratları haqqında bizimlə bölüşdü. Mən yırtıcı ləqəbli kəşfiyyatçı Əli Seyidovun anasıyam, Lalə Seyidova.
İlk öncə mən oğlumla qürur duyuram ki, həm 30 illik vətənimizə olan haqsızlığın qisasını alıblar, həm 44 günlük müharibəyə qədər Azərbaycana can qatar nə qədər ki şəhid oğullarımız var, onların qisasını alıblar ən əsası. Və zəfərdə ən böyük imzaları olan oğulların anaları tək, mən də əlbəttə ki oğlumla qürur duyuram. Allah bütün şəhidlərin ruhunu şad eləsin, fərq etməz ilindən. Hamısının ruhu şad olsun ki, bu günləri məhz onların can qoyduğu torpaqlar, azad firavan bayraqlarımız dalğalanır o torpaqlarda. Ən əsası Allah şəhid balalarını qorusun, onlar atasız böyüməyə məhkumdular. Nə deyə bilərəm ki, zəfərimiz mübarək olsun. Düzdür, ağırdır şəhid anası olmaq, amma həm də qürurludur. Mən oğlumla qürur duyuram, bütün şəhidlərimlə qürur duyuram. Allah bir də bizim ölkəmizə müharibə nəsib eləməsin, heç bir şəhid balası atasız, heç bir şəhid anası oğulsuz qalmasın inşallah. Var olun. İnşallah mən də sizə səbir diləyirəm. Nəinki sizə, bütün Azərbaycan xalqına bir tərəfdən də qürur hissi keçirdirik ki, bəli, o şəhidlərin sayəsində, qazilərimizin, hərbiçilərimizin sayəsində dəmir yumruq kimi birləşib zəfər qazanmışıq. Əlbəttə ki, bu günləri sevindirici gündür. Çox sağ olun, var olun müsahibəyə görə. Çox sağ olun, təşəkkür edirəm. Salam, əziz xanımlar və bəylər, əziz qazilər və şəhid ailələri. Hamı zəhmət olmasa öz yerində əyləşsin və biz tədbirimizi başlayaq. Əziz qonaqlar, Zümrüd M Production təsis elədiyi 8 noyabr şanlı zəfərimizin 5 illiyi münasibəti ilə keçirilən Qızıl Zəfər Bayramında sizləri xoş gördük. Əziz qonaqlar, indi isə Azərbaycan dövlət himnimiz səslənir. Zəhmət olsa, hamı günlər məqsəd edilsin. Gəlin bir dəqiqəlik sükutla şəhidlərimizin ruhunu yad edirik. Əziz tədbir iştirakçıları, hörmətli qonaqlar, qəhrəman evladlarımızın ailələri və gəncləri. Bugün biz bir amal, bir ruh, bir sevinç ətrafında paylaşmışıq. Əziz dostlar, gözəl insanlar, indi isə bir balaca bir qəhrəmancasına bütün şəhidlərə və qazilərə həsr edildiyimiz bir videonu baxaq, sonra yenə davam edək. Olar Zümrüd xanım. Bugün səhər
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, bu cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateş etdik. Azərbaycan ordusu düşmənin hərbi mövqelərinə ateşlə zərbələr edildi. Hörmətli tamaşaçılar, hazırda aldığımız bir məlumatı da diqqətinizə çatdıraq. Füzulinin 4 kəndi və Cəbrayılın isə 2 kəndi işğaldan azad edilib. Gözünüz aydın olsun. Dövüş zamanı general mayor Yaşimov olan qəhrəmancasına ölkəkdə şəhid olmuş. Azerbaycan generalına bu müebbet görevde bir dost gibi, bir sahip gibi, bir kardeş gibi büyük gurur duydu. Zəfər günün mübarək Azərbaycan. Salam anam. Salam əzizim qardaşım. Bu günləri 8 noyabr 2025-ci il zəfər günümüzdür. Biz o zəfəri qazanmışıq. Siz anaların, ataların sayəsində torpaqlarımızı işğaldan azad eləmişik. Əlbəttə ki, hər birimiz gənclərimizdən ta yaşlılarımıza qədər qürur duyuruq ki, sizlərin sayənizdə biz Allahdan səbir diliyirik, Allahdan rəhmət diliyirik bütün şəhidlərimizə. Mən istəyərdim ki, çox da yox, belə qısa da olsa öz təəssüratlarınızı bizimlə bölüşərdik ki, qoy bizim ictimaiyyətdə, gənclərimiz də maariflənsin ki, şəhid nə deməkdir, əskər nə deməkdir, hərbiçi nə deməkdir. Əlbəttə ki, bizim hər birimizin qüruru o şəhidlərləndir ki, biz sevinirik ki, əlbəttə ki, əsrlər boyu biz işğalda olmuşuq. Əziyyət çəkmişik, amma o dəmir yumruğun altındakı birləşib zəfər qazanmışıq. Bunu bütün dünya ayaq üstündə durub qarşılayıb ki, yəni Azərbaycan xalqı zəfər qazanıb. Öz təəssüratlarınızı bizimlə bölüşər. Mən kiçik leytenant Xəlilov Vüsal Ədalət oğlunun anasıyam. Müharibədə mənim 2 oğlum iştirak edib. Biri hal-hazırda qazidir, biri də şəhiddir. Mən Xırdalan şəhərində oluram. O Xırdalan şəhərinin şəhididir. Bəsdir. Allah rəhmət eləsin, Allah səbir versin. Həm də siz də qürurlanmalısınız ki, o şəhid ölməyib, daimi yaşayır. Bir yandan sizin ailədə indi bütöv Azərbaycan üçün yaşayır. Azərbaycan xalqı yaşadır, yaşadır da. Sizinlə də. Var olasınız, Allah sizi qorusun. Mən birinci növbədə bütün Azərbaycan xalqına bundan sonra xoş günlər arz edirəm. Biz səhvliklərimizi xalqımız səhməsin. Həmişə belə stol arxasında, məclislərdə deyib gülsünlər, şənlik eləsinlər. Azərbaycan xalqı buna layiqdir. Bizim şəhidlərimiz, qazilərimiz hər biri bu qələbəni onlar bizə yaşatdı. İnşallah bundan sonra da müharibələr olmaz, xalqımız xoş günlər görər. Mən Tahirov Vüsalın atasıyam, fərqi yoxdur. Hər bir şəhid bizim üçün əzizdir, başımızın tacıdır. Qazilərimiz də eyni onun kimi. Mən təşəkkür edirəm bu məclisi düzəltdiyinizə görə, bu şəhidləri necə deyim, tanıtdığınıza görə, yad elətdiyinizə görə mən hər birinizə təşəkkür edirəm. Mən də sizə ömür arzulayıram, yaxşı bundan sonra firavan ömür. Bəli, Allah sizə səbir versin, o cümlədən də bütün Azərbaycan xalqına səbir versin. Daimi şad firavan yaşayaq. Gənclərimiz qoy onlardan ibrət götürsün ki, qürurlu olsunlar. Çox sağ olun. Zəfər günün mübarək
Azərbaycan. Siz də özünüzü təqdim eləyə bilərsiniz, özünüz haqqında təəssüratlarınızı bizimlə bölüşün. Bəli, salam, hər vaxtınız xeyirli olsun. Mən Salyan rayonu Qarabağlı kəndi şəhid Rəhmin bacısıyam. Mənim qardaşım 1993-cü ildə Ağdərə rayonunda itkin düşmüş şəhiddir. Mənim qardaşımın hələ bu günə qədər də məzarı yoxdur. Mən qardaşım şəhidimlə fəxr edirəm. Bu qədər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun inşallah. İnşallah onun da bir xeyir xəbəri çıxar. Biz də bir Xalq TV-nin komandası olaraq həmişə sizlərin yanınızdayıq. Mən sizə çox sağ ol deyirəm, çox təşəkkür edirəm. Sağ ol. Əziz tədbir iştirakçıları, hörmətli qonaqlar, qəhrəman evladlarımızın ailələri və gənclər. Bugün biz bir amal, bir ruh, bir sevinç ətrafında toplaşmışıq. Bugün 8 noyabr Zəfər günü. Salam şəhid anası. Mən də sənin bir baban. Olmasan da qəhrəman, Şuşa, Kəlbəcər olan. Sənin oğlun tapşırıb səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası. Sən necə də qürurlusan. Dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır, nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı. Dağ gördüm, dağ itirdim. Üzü nurlu bir igid, arxa dayaq itirdi. İndi bütün igidlər qardaşındır ay bacı. Sən şəhid bacısısan, sənə yoxdur tay bacı. Salam şəhid qardaşım, yaş tutmasın gözünü, hər an şəhid olmağa hazır eylə özünü. Sənin qardaşın, sonra mənim qardaşım gedər. Sonra mən, sonra da sən, sonra bütün igidlər. Salam şəhidin anası, salam şəhidin yarı. Bilirəm, darıxırsan, bir ümid gələr deyə pəncəriyə baxırsan. Bilirsən gəlməyəcək, yol yoxdur daha geri. Şəhid olub igidin, cənnətdir onun yeri. Sən ey şəhid övladı, boynunu bükmə qəti. Çünki heç bükülmədi atanın şux qaməti. Şəhiddir sənin atan, ay ölkəmin çırağı. Şəhidlər diri qalar. Şəhidlər ölməz axı. Bugün 30 illik həsrətin, səbrin və inamın qəhrəmanlıqla taşlandığı gündür. Bugün vətən torpağının hər qarışına canlı sipər eləyən oğullarımızın, igid əskərlərimizin, qəhrəman şəhidlərimizin bayramı. Alqışlar.
Zəfər günün mübarək Azərbaycan. Vətənimdir, vətənimdir, vətənim. Vətən sevməyən insan olmaz. Vətən sevməyən insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz. Ay qadimim, daya sən sən mənim köksümdə çarpan rəhsən, mən sənin köksündə kiçik bir zərrə, mənə qamam verən, mənə qamat verən ləhsən, adına gözünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Ay qadimim, daya aman aman, ay aman aman. Respublikamızın əməkdar artisti, gözəl skripka ifaçısı, İllərin dostu Səlim Abbasov. Allah sizlərə can sağ versin, öpürəm sizi, mən sizləri. Allah sizləri qorusun. Çox sağ olun ki, belə qəhrəman övladlar böyütmüsünüz.
Allah şəhidlərimizin ruhlarının şad eləsin, yerlərin cənnətli eləsin, necə şey edədir. Allah qazilərimizə can sağ etsin, dövlətimizi qorusun, rəhbərimizi qorusun. Bundan sonra göz yaşı olsa belə sevinç göz yaşı olsun inşallah. Allah Azərbaycanımızı qorusun. Bir alqış Azərbaycan milli olsun, bütün qəhrəman əsgərlərin şərəfinə gəlsin. Canınız mübarək olsun. Özə bir malı səsləndirəcəm.
eşq olsun. Yaşasın Azərbaycan, Türkiyə qardaşlığı. Bir daha Zəfər bayramımız mübarək olsun. Bizimdir, Qarabağ Azərbaycandır. Belə gözəl təbirləri görmək. Gələn ayağınız var olsun, çox sağ olun. Allah dövlətimizi, millətimizi, rəhbərimizi qorusun inşallah. Azərbaycanımızı qorusun, bir daha Allah şəhidlərimizə rəhbət etsin. Ruhları şad olsun, Allah'ımızı əllərindən öpürəm. Allah sizləri qorusun. Teşekkürler. Azərbaycan can sağ olun, yaşasın. Azərbaycan milli olsun. Bütün qəhrəman əsgərlərə sonda deyirik mən. Bir yerdə. Zəfər bayramımız mübarək. Alkışlar gəlsin. Alkışlar, aman heç yan geldiniz. Zəfər günün mübarək Azərbaycan. Əziz və hörmətli şəhid ailələri üzvləri, hörmətli şəhid anaları, ataları, həyat yoldaşları, əziz qazilərimiz, müharibə veteranlarımız, iştirakçılarımız, xanlar və cənablar, hər birini salamlayıram. Bu günlərdə tədbirlərin sayıqdan artıq çoxdur. Biz digər başqa televiziya proqramlarından gəldik. Səhərdən başlayaraq bu mövzularla bağlı televiziya proqramlarında canlı efirlərdir və ona görə biraz gec gəldik, üzrlü sayın. Amma özümə borc bildim ki, gəlib tədbirdə iştirak edeyim. Şəhid analarını görürəm. Çox əziz insanlardır. Şəhid ailələrinin üzvlərini görürəm. Hər biri artıq öz qohumlarının, qonşularının yaxınlığından çıxıb elimizin, obamızın, xalqımızın hörmətə layiq bir insanlar çəkdiklər. Əziz dostlar, biz çox böyük bir qələbə qazanmışıq. Biz 21-ci əsrdə çox böyük uğurlar əldə edən ölkələrdən bəlkə də birincisiyik. Dünyada nə baş verir görürsünüz. Təhdidlər, müharibələr, qarşı durmalar. Hal-hazırda dünyanın ən güclü inkişaf edən ölkələri hətta belə problemlə yaşayırlar. Amma şükür olsun ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəmizdə Ali Baş Komandanın rəhbərliyi altında şanlı, igid ordumuzun şücaəti ilə bizə böyük qələbəni yaşatdı. Ondan sonra biz 23 saat keçən antiterror tədbirləri ilə suverenliğimiz tam bərpa etdik. Bugün 100 illərlə həsrətində qaldığımız bütövləşmiş bir ölkənin vətəndaşlarıyıq. Çox vacib məsələlərdir. Yenə təkrar edən dünyada baş verdiğini görürük. Hal-hazırda dünyada 40'a yaxın dondurulmuş münaqişələr var ki, o münaqişəni həll edə bilmirlər. O ölkələr ki, onların bir çoxun ərazisi, əhalisi bizdən çox böyükdür. Amma biz 21-ci əsrdə yeganə ölkə olduq ki, 28 il davam edən münaqişəni həll etdik. Öz gücümüzə, öz ağlımıza və igid oğullarımızın, mərd insanlarımızın qəhrəmanlığı nəticəsində. Ona görə də bu qələbənin, bu səfərin qədri bilmək lazımdır. 5 il keçir üstündən. Amma lütfən bunu unutmayaq. Zaman ötdükcə münasibətimizi dəyişməyək. Nə şəhidlərimizə, nə onun ailələrinə, nə yaxınlarına, nə qazilərimizə, müharibə iştirakçılarımıza. Çünki bizim başımıza gələn bəlaların bir çoxu unutqanlığımızdan gəlir. Unutmayaq, düşməni unutmayaq, sülh istəyirsə sülh edək, sülh müqaviləsi imzalayaq. Amma unutmayaq ki, tarixdə başımıza bəlaları açan bir qonşu var. Ona görə də vətənpərvər gənclər böyütməliyik. Uşaqlarımızı bu ideya ətrafında tərbiyə etməliyik. Həmişə hər şeyə hazır olmalıyıq ki, bax belə əmin-aman, stabil bir ölkədə yaşayaq. Ona görə də
bu stabilliyi bizə bəxş edən Ali Baş Komandamıza eşq olsun. Bu stabilliyi, bu gözəlliyi bizə bəxş edən şəhidlərimizin ruhuna eşq olsun. Mali iştirakçılarımızın, qazilərimizin canına sağlıq olsun. Və xalq olaraq Azərbaycan xalqına və ölkəmizə eşq olsun. Diqqətiniz üçün çox sağ olun. Çox sağ olun, təşəkkür edirik. Getmirik Vüqar bəylə. Vüqar bəyə getməyin. Hədiyələrimiz var sizə. Bəli. Zəhmət olmasa. Bayaq da sürüşdü buradan, o yüzden. Çox sağ olun. Teşekkürler Vüqar bəyə. Zəfər mükafatı ilə sizi təltif edirik. Təşəkkür edirik, var olunsunuz. Bir daha tebrik ederim. Ay maşallah. Mübarek olsun. Teşekkür ederim. Şəhid anamı salamlayıb, qarşısına başlayırıq. Zəfər bayramımızın ilk öncə şəhid ailə olmanla, şəhid analarımız olmanla ilk öncə onları təbrik edirik. Bütün Azərbaycan xalqını təbrik edirik. Bir alqışlar gəlsin. Zəfər bayramımızın şərəfinə. Allah sizləri qorusun. Və Səma xanım, gözəl bacım, bir gözəl musiqilər ifadə edəcək. Bəli, gəlsin bir gözəl nəğməmiz gələcək. Bizə uğur gətirən nəğməmiz. Musiqisi Səbnə xanım. Değerli müəlliməmiz, mərhum bəstəkar Nalə xanım Mirməmədli, sözləri değerli şairə, gözəl insan, gözəl qəlbli insan. Dilarə Şahid, ilk ifaçısı Mətan xanım İskəndər, əməkdar artist. Bir alqışlar gəlsin, xahiş edirəm. Dilarə xanımız var olsun. Bu gözəl sözlərə görə Dilarə xanım təşəkkürümüzü bildiririk. Dünya mənə özüm o da dərd verdin gəlir. Heç bir dərd arzulamıram. Dərdi məndən dərmanı da verir. Mən ölçəm, mən olsun.
şükürlenme, şükürlenme. Hey dünya, payız ettin baharımı, yazımı. Kara yazdın sen onu yazıma. Ağlar koydum çoğunu sazıma. Dünya mənə özün boydan dert verdi. En arsızım yoktur könül elacım. Talihime söylemeyeceğim en aşırı. Yarı yolda sana ümit alacağım. Dert verdim, dert verdim. Dünya bana özün boyda dert verdi. Elassızam yoktur könül elacım. Talihime söylemeyeceğim en aşırı. Yarı yolda sana ümit alacağım. Dert verdim, dert verdim. Dünya bana, dünya boyda dert verdi. Dert verdim, dert verdim. Dünya bana, dünya boyda dert verdi. Dünya bana, özün boyda dert verdi. Dünya bana, özün boyda dert verdi. Arzularım qəmli qəmli danışır. Xəyalımda xatirələr dolaşır. Gözlərimdə qəm sulanır, dərddaşır dünya. Mənə özün boyda dərd verdi. Arzularım qəmli qəmli dağışır, dağışır. Xəyalımda xatirələr dolaşır. Gözlərimdə qəm sulanır, qəm daşır. Hey dünya, həsrət oxu ürəyimə yan attı. Gözlerimde ben kederi yarattım. Gündüzümü gece kimi kararttım. Dünya ben özüm boyda dert verdi.
heç bir anaya, ataya evlad acısı görməyək. Çox Dərmanı yoxdur. Çox Dərmanı yoxdur. Çox çətinliklə ifadə etdik biz burada. Biz sizin qarşınızda baş əyirik. Bugünkü gündə bizim azad yaşamağımızda, bugünkü gündə bizim rahat yaşamağımızda sizlərə çox borcluyuq. Bax, mən ən birinci sizin baranızı təbrik edirəm. Bütün Azərbaycan sizinlə fəxr edir. Nə yaxşı ki, o övladlarınız bizim torpaqlarımızı qorudu. Bugünkü gündə biz bu bayramı qeyd edirik. Allah məkanlar, onsuz zaten cənnətdir. Allah sizə nə desək yaramıza mərhəm ola bilmərik. Biz zaten sizlə bir yerdə ağlaya bilərik biz. Ancaq budur bizim. Başqa cür oxuyanda çox çətinlik çəkdim. İbarət hanım. Mən bu sözlərə görə bir alqışlar istəyirəm bu xanıma. Bu xanım üzr istəyirəm, əllərindən öpürəm. Çünki yoxdur. Yoxdur, bizim ürəyimizdir, ürəyimiz. Qızlar, siz oxuyanda mən dedim, bunu bütün şəhid anaları üçün oxuyurlar. Çünki bu elə bir dərddir, dözülməz bir dərddir. Bu xanım bizim üçün yazır, biz analar üçün yazır. O vaxtı dərd yox idi. O zamanlar o dərd yox idi. Sadəcə bu Dilarə Şahidin ürəyidir. Bu Dilarə Şahidin böyük ürəyidir ki, belə bir şeir müəllifidir, belə bir gözəl şeir yazır və Allah rəhmət eləsin Ailə Məhəmmədliyə ki, belə gözəl bir mahnı bəstələyir. Çox sağ ol Dilarə. Dərddirsə, o dərddirsə, o analar ürəyini şəhər. Allah rəhmət eləsin. Cəmiyyədən köşənlərə biz sizdən qarşısında daim və daim baş əyirik. Allah sizləri qorusun. Yaxşı ki varsınız. Təşəkkür edirik. Bayramımız mübarək olsun. Alqışlar gəlsin bir daha. Mənim sevincim. Zəfər günün mübarək Azərbaycan. Bu günləri xoş gündür. Azərbaycan xalqının zəfər günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalan qazilərimizə can sağlığı, hərbiçilərə qürur, dəyər, dəyanət versin ki, daimi bizim keşiyimizdə olsunlar. Sizinlə də təəssüratlarınızı bölüşək bu zəfər haqqında. Mən Axundova Ruhəngiz, 47 il gənc nəslin təlim tərbiyəsi ilə məşğul olan müəllimi olmuşam. İndi ayrı-ayrılıqda hər biri dedi ki, şəhid anasıyam, qardaş dedi şəhid atasıyam, bacım da dedi ki, şəhid bacısıyam. Ancaq mən bir kəlmə ilə deyəcəm ki, mən isə bütün şəhidlərin anasıyam. Çünki bugün şəhidlərimizə verilən tərbiyə, istər məktəbdə, istər ailədə, orada bizim çox böyük rolumuz olub. Fəxr edirəm, bütün şəhidlərin anasıyam. Allah yerlərini cənnət eləsin. Çox sağ ol. Allah sizə də ömür versin. Həmişə onlarla qürurlanasın. Sözü vermək istəyirik Xalq TV-nin rəhbəri Hidayət Möhnətova. Hidayət mənim onda qeyd etdim ki, özü də qazi olub vaxtı-ikən. Hidayət zəhmət olmasın səhnəyə. Allah sizə sağlıqlı olsun, ömür versin. Çox sağ olun ki, bu günləri televiziya olaraq gəldiniz. Bizim gözəl tədbirimizi işıqlandırırsınız. Allah sizə kömək olsun. Çok teşekkür ederim. Akşamın xeyir olsun. Bizim bu güzel Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Şəhid ailələrinə Allah'tan səbir diləyirəm. Allah rəhmət eləsin şəhidlərimizdən, qazilərimizdən can sağlığı. Bütün vətənpərvər hərbiçilərimizə eşq olsun deyirəm. Bayramımız mübarək olsun. Mən də bu tədbirdə bütün tərəflər mənim üçün qürurlu oldu ki, çıxış elədim, sizlərlə görüşdüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analar, Allah sizə səbir olsun. Burada iştirak edənlər çox təşəkkür edirəm ki, bu şəhidlərimizi yad edib, zəfərimizi qeyd edirlər. Bu şəhidlər ki, zəfər qazandırdılar. Eşq olsun. Analara, bacılara, vətənpərvər insana. Çox sağ olun. Təşəkkür Çox sağ olun, təşəkkür edirəm gəldiyiniz üçün. Bir zəhmət olmasa, bir gürültülü alqış
həmişə zəhmət olsun o hədiyyəni qeyd edəyək. Hədiyyəmizdir belə. Siz də Qızıl Zəfər mükafatı ilə layiq görülmüşsünüz. Jale parfümə sizə hədiyyə və eyni zamanda Aliyyə də gözəllik sağlayır. Onu belə tutaq ki, bilinsin ki, bizim zəfərimizdir. Tədbir iştirakçılarına salamlayıram. Bizə zəfəri bəxş edən əskərlərimizi salamlayıram. Şəhidlərimizin qarşısında baş əyirəm. Üzlü şəhidim. Rahat yat uyu. Torpağın azaddır, vətən azaddır. Hatiyən yaşayır, daim şəhidim. Sən şəhid oldun ki, əl zəfər çalsın. Teşekkür ederim. Allah cami bütün şəhidlərə rəhmət eləsin, qazilərə möhkəm can sağlığı və müharibə veteranlarına da can sağlığı versin. Salam, axşamınız xeyir olsun. Bu günləri 8 noyabr zəfər günümüzdür. Şəhidlərimizin sayəsində bu zəfəri qazanmışıq. Siz analara Allahdan səbir diləyirəm. Sizi həmişə bundan sonra elə onların qüruru ilə yaşamağı arzulayıram. Siz qürurlu analarsınız ki, o günə qəhrəman evlatları yetişdirmişsiniz. Biz sizinlə fəxr edirik. Bu, əlbət ki, Azərbaycan üçün böyük qürurdur. Böyük xoşbəxtlikdir ki, Azərbaycanda zəfər qazanıblar. Öz təəssüratları qısa da olsa bizimlə bölüşə bilərsən. Mən baş gizir kəşfiyyatçı Sübhan Abdurrəhmanlının anasıyam, Mehriban Abdurrəhmanova. Doğrudan bu zəfəri bizə yaşadan, ömürləri yarımçıq qalan balalarımız, ruhları şad olsun. Çünki onlar 30 il həsrət qaldığımız torpaqlarımıza özümüzə qaytardılar, bu həsrətimizə son qoydular. Müzəffər ordumuzun başçısı İlham Əliyevlə, Cənab Prezidentimizlə, böyük bir sərkərdə ilə bir dəmir yumruq oldu bütün Azərbaycan xalqı və bu zəfəri bizə yaşatdılar. Mən buradan bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Zəfər bayramları mübarək olsun. Bir ana üçün mən də çox sevinirəm. Bala vətən üçün verdim, vətən üçün getdi, vətən sağ olsun, torpaq sağ olsun. Amma sevinirəm ki, torpaqlarımız azaddır. Bir daha məcburi köçkünlərə qaçqın deyilməyəcək. Onlar öz dədə-baba yurdlarına qayıdır. Amin. Çox sağ ol. Təşəkkür edirəm. Hər ötən gün, hər ötən saat. Siz də öz təəssüratınızı bizimlə bölüşərdiniz. Özünüzü təqdim edirəm. Mən də Şəhid Abbasov Elvinin anası, könüllü, öz cavan canının vətənə qurban dediyi anasının adı Abbasov Bahar Elvinin anası dedim. Mən də həqiqətən bu gün həm sevinirəm, həm kədərlənirəm. Sevinirəm ki, torpaqlarımızı 30 ilə 30 yaşında şəhidlərimiz qaytardı. 4 günə. Amma kədərlənirəm ki, həqiqətən evlad ağrısı yaman çətindir. Allah hamının canına sağlığı versin. Allah prezidentimizi qorusun. Allah şəhidlərimizin yerini cənnət eləsin. Zəfər bayramınız mübarək olsun. Allah hamınıza salamət eləsin. Çox sağ olun. Allah səbir versin. Əlbət ki, o dəmir yumruq idi ki, bizim bütün xalqımızı birləşdirib zəfər qazandırdılar. Allah sizə səbir versin, uzun ömür, can sağlıq. Çox sağ olun, çox təşəkkür edirəm. Könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Yar ayaman
mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən oldu diləksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. İllərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi həvəsi ilə alışıb yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu vətən müharibəsinə başladı. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Muhterem Selam Prezident, Selam Ali Başkomandan, Füzuli şehrinde, Zəngilan şehrinde etraf erazileri, Kubatlı şehri, Şuşa şehri, Ağdam rayonu, Kəlbəcər şehrinde, Azərbaycan Respublikası Dövlət Bayrağı, Laçın şehrinde dalgalanmaktadır. Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan.